Masallıda çaydan 19-cu əsrə aid kitablar tapılıb. Kitablar ötən gün axşam saatlarına Masallı rayonunun Məmmədoba Tuado yolunun kənarı ilə axan Çaykeş çayından bir kisədə tapılıb. Kisə Masallı rayon sakini Rauf Cəbiyev tərəfindən çaydan çıxarılıb. Yerli sakinlərin verdiyi məlumata görə çaydan daha bir neçə eyni tipli kisə keçib. Lakin onları çıxartmaq mümkün olmayıb. Kitablara baxış zamanı onların ərəb dilində yazıldığı məlum olub. İlkin araşdırma zamanı yerli din xadimləri kitabların din ədəbiyyatı olması və ən azı 19-cu əsrdə nəşr edilməsi qənaətinə gəliblər. Dünən axşam saatlarında bir tanışım tərəfindən məlumat aldım ki, dağ relyefli Məmmədoba Tuado kəndinə gedən yolda, deməli yolun sol hissəsində çayın kənarında 3 kisə kitab atılıbdı. Axşam saatlarında mənim üçün maraqlı olduğu üçün həmin əraziyə getdim. Orada bir kisə kitab aşkarladım. Digər kisəni tapa bilmədim. Buna səbəb intensiv yağışların yağması və çayda selin olması idi. Kitablar deməli mən tərəfindən götürüldü. Kitablar geri qayıdandan sonra din xadimlərindən məsləhətləşdim. Kitablar 1934-cü ilə kimi çap olunmuş şikəstə üslubunda çap olunan kitablardır. Kitablar çətin oxunur və kitabların üz qatı heyvan dərisindəndir. Onların dediyinə görə orada yazılan yazılar Quranın təsviri, peyğəmbərlərimizin hədisləri və imamlar haqqında məlumatlardır. Digər iki kisə ilə bağlı bizim araşdırmalarımız, axtarışlarımız davam eləyir. Yəqin ki, digər iki kisəni də tapacağıq. Dünən din xadiminin oxuduğu hissədə Quranın təsviri, peyğəmbərlərin hədisləri və imamlar haqqında məlumat idi. İndi biz mütəxəssislər dəvət edəcəyik. Həmin kitabların digərləri necə, nə yazılıb, nə haqqında yazılıb, onları artıq onlar qərar verəcəklər. Bunun üçün mütəxəssislər dəvət olunacaq. Kitabın birində hiss olunur ki, kitab yandırılıb, amma kitab yanmayıb. Hətta iydən də hiss olunur ki, kitab yandırılıb və orada yanıq izlər də var, amma kitab yanmayıb. Dərinin üzərində? Dəri heyvan dərisinə oxşayan bir dəridir. Yəni heyvan dərisidir fakt. Yenə deyirəm ki, kitab biz deyilənə görə 19-cu əsrdən, daha doğrusu bunu mütəxəssislər tam dəqiqləşdirəcək, 19-cu ya 18-ci əsrdən aid olan kitablardır. Qeyd edək ki, hazırda tapılan kitablar 9 ədəddir və şikəstə xətti ilə yazılıb. Bu xətti ilə yazılan kitablar isə 1934-cü ilə kimi olub və oxunuşu da çətindir.